Dəyərli abituriyentlərimiz bildiyimiz kimi artıq blok imtahanına sayılı günlər qalıb. Yəni 15-16 gün qalıb. Bu videonu çəkməkdə məqsədim ondan ibarətdir ki, yoldaşlar. Bu yerdə qalan 15 gün ərzində biz nə etməliyik ki, yüksək nəticə göstərək. Artıq bu vaxta qədər oxuduqlarımız, test etmişik, oxumuşuq. Yəni hər şey tam qaydasında da hazırlaşmışıq. Sadəcə olaraq bizə bu 15 gün ərzində sürətli təkrarlar lazımdır, dəyərli yoldaşlar. Biz necə edək ki, yüksək nəticə göstərək? Baxın yoldaşlar, indi bir neçə mövzunun adını çəkəcəm ki, Azərbaycan dili fənni üzrə. Həmin mövzuları təkrar etmədən blok imtahanına getməyin. Mütləq həmin mövzuları yerdə qalan 15 gün ərzində siz həmin mövzuları təkrarlamalısınız. Hansı mövzulardır ki, hər il il belə deyək, həmin mövzulardan suallar bizi təqib edir. Baxın yoldaşlar, ilkin başlanğıcda başlasaq əgər fonetika bölməsindən sözün düzgün yazılışı və tələffüzü bu mövzudan, eyni zamanda fonetik təhlildən bir sual sənin varmı? Yəni sualın biri mütləq fonetikadan düşsə əgər düzgün yazılış, tələffüz, plus da fonetik təhlil bölməsindən sənin sual düşə bilər. İkinci sual yoldaşlar nədən düşə bilər? Leksikologiya bölməsindən sözün leksik mənasına diqqətli olacaqsınız. Demək olar ki, bir neçə il ard-arda blok imtahanında düşür. Sözün leksik mənası. Eyni zamanda amonim, sinonim, antonim öz yerində oradan sual səni təqib edə bilər. Sonra yoldaşlar, əvəzliyə diqqətli olacaqsan, əvəzlik bölməsində demək işarə əvəzliyidir, şəxs əvəzliyidir. Bu mövzuda bir sual sənin qabağına çıxa bilər. Eyni zamanda zərf və zərflik bölməsi sualların bir məhsulu ola bilər. Həmçinin feilin qrammatik məna növləri, feilin şəkilləri, sonra i demiş isə hissəciyi, onun zamanla fərqləndirilməsi, feilin təsriflənməyən formaları, bax bu mövzulardan suallar ilbəli demək olar ki, düşür. Şöbəsi nitq hissələri ilə əsas nitq hissəsini fərqləndirməsinə diqqət olacaqsan. Yəni orada amonimlik var, yəqin ki özün bilirsən. Eyni zamanda şöbəsi nitq hissəsinin özündən də sual düşə bilər. Demək ədatdan, bağlayıcıdan, qoşmadan və yaxud onların əsas nitq hissəsinin amonimindən diqqətli olacaqsan. Sintaktik təhlil bölməsi mütləq hər il demək olar ki bizə düşür və yaxud da məsələn deyək ki, altdan xətt çəkilmiş sözü cümlədən çıxarsa sintaktik təhlil necə olar və yaxud da hər hansı bir sözü əlavə etsək sintaktik təhlil necə olar? Bax buna diqqətli olacaqsan. Eyni zamanda yoldaşlar əlavələrdir, mütləq bax əlavələr diqqətli olacaqsan. Eyni zamanda bizdə ən çox qarşılanan problem yer zərfliyinin əlavəsinə bəzən xəbərin əlavəsini qarışdırırlar. Məsələn, belə bir cümlə var, belə bir cümlə işlədim. Məsələn, deyirəm ki, atam orada, kənddədir. Elə bilirlər ki, bu ifadə yer zərfliyinin əlavəsidir. Xeyr, atam oradadır, kənddədir. Təbii ki, sən ixtisar olunmuş şəkilini bərpa edərək bilirsən ki, bu xəbərin əlavəsidir. Əlavədir, həm cinslidir, bax bunlara diqqətli olacaqsan. Həmçinin cümlənin şəxsə görə növləri, müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxsi cümlə, bax bunlara diqqətli olacaqsan. Və yaxud da adlıq cümləyə diqqətli ol, söz cümləyə diqqətli ol. Hansı cümlə təhlil oluna bilər, təhlil oluna bilməz. Bax bu məqamlardır. Eyni zamanda cümlə şəxsi növlərindən deyəcək ki, hansı cümlə şəxsə görə fərqlənir. Məsələn, 4-ün verər müəyyən şəxsi, 1-in verər ümumi şəxsi. Bax bu mövzuya diqqətli olursan. Və nəhayət ən çox düşə bilən mövzu, mütləq hər il bloka düşən mövzu tabeli mürəkkəb cümlə. Ən azı 1-2 sual bax tabeli mürəkkəb cümlədən varındı. Tabeli mürəkkəb cümlə baş və budaq cümlənin yeri, baş və budaq cümlədə bağlayıcı vasitələr. Bax mütləq diqqətli olacaqsan. Bağlayıcı vasitələr hansılardır? Baş və budaq cümlədə demək baş birinci gəlib, ikinci gəlib, budaq birinci tərəfdə, ikinci tərəfdə mütləq bu mövzulara diqqətli olursan. Həmçinin durğu işarələri, bax sənin yaralı yerindir, bilirəm. Get təkrarla durğu işarələrim. Bu gün şükür Allah YouTube açırsan, istənilən qədər durğu işarələrlə bağlı istənilən müəllimlər video izahlar çəkir. Eyni zamanda mən özüm də durğu işarələrlə bağlı video izahımız var. Həmçinin yoldaşlar üslubiyyat bölməsidir. Yazının növləridir, ideografik yazıdır, piktografik yazıdır, şəkli yazıdır və s. Bax bunlara mütləq diqqətli olacaqsan. Bəzən sual verək ki, ay müəllim, demək əməli yazı növlərindən düşürmü? Baxın, əməli yazı növlərindən düşmür. Elandır, əmrdir, arayışdır, tərcümə halda bunlar artıq proqramdan çıxarılır. Bu qeyd etdiyim mövzular təkrarlanan. Təbii ki, Azərbaycan dilinə bu mövzuları təkrarlasanız sualınızın 90% yəni bu tipdə düşəcək. Yəni birəbir demirəm ümumiyyətlə oradan düşəcək, xüsusilə oradan düşəcək. Amma 90% yəni bu mövzular hər il demək ki bizi təqib edir. Bu mövzuları təkrarlayırsan və sənin demək olar ki blok imtahanına hazırlaşırsan. Ədəbiyyat fənninə gəldikdə isə yoldaşlar, ədəbiyyat fənni üzrə biz nələrə diqqətli olmalıyıq? Yəni ədəbiyyat fənni üzrə konkret mövzular var ki, o mövzulardan hər il blok imtahanı səni təqib edir. Baxın yoldaşlar, ilkin başlanğıcdan biz gəlsək əgər, mütləq sən kitab Dədə Qorqud dastanına mütləq sən diqqətli olacaqsan. Yəni kitab Dədə Qorqud dastanının boylarına diqqətli olacaqsan. Hadisələrin ardıcıllığıdır. Sonra məsələn belə deyək də 2 hadisə verir, 3-cünü yerin boş gör, 4 və 5-i verir. Deyək ki, hansı ardıcıllıqla hansı hadisə getməlidir. Bax buna diqqətli olacaqsan. Eyni zamanda hadisələrlə bağlı hansı boyda hansı obrazlar iştirak edib. Bax bu ümumiyyətlə kitab Dədə Qorqud dastanı ədəbiyyatın belə deyək də vuran ürəyidir və hara gedirsən ədəbiyyat fənni üzrə mütləq xüsusilə də blokda o mövzu səni təqib edir.
Sonra yoldaşlar nə düşə bilər? İskəndərnamə poeması mütləq baxırsan. Əgər oxumaqda bu gün məsələn belə deyək də səbrin tükənib. Bəzən deyirlər ki, ay mənim səbrim tükənib, oxuya bilmirəm. Oxuya bilmirsiniz, konkret video izahı mövzulara, video izahına bax. Yəni ədəbiyyat fənni üzrə demək olar 90% mövzudan biz video izahını çəkmişik və YouTube kanalımızda da yazsanız ədəbiyyatdan mövzular olacaq. Əgər tapa bilməsən, aşağıda qeyd edilən nömrəni WhatsApp-dan yaz, biz video izahları sizə göndərək paket şəklində, rahat şəkildə ödənişsizdir. Baxın. Sonra yoldaşlar bizə nə düşə bilər? Bax, Nəsimidən ümumiyyətlə qəzəlləri olsun, Füzulinin söz qəzəli olsun, Leyli Məcnun poeması olsun, mütləq bax bunları baxmadan sən bloka gedə bilməzsən. Əgər sən blokda yüksək nəsə yazmaq istəyirsənsə, bu qeyd etdiklərimə baxırsan. Sonra yoldaşlar kitab Koroğlu dastanı. Bax, Koroğlu dastanından mütləq Koroğlu dastanına baxacaqsan. Bolu bəy, Keçəl Əmzən qıratı qaçırması qolu olsun, demək ki, Durna Tələ qolu olsun və s. Ümumiyyətlə bunlara diqqətli olacaqsan və qeyd etdiyim hadisələrin ardıcıllığı hansı boyda, səbəb nəticə və s. bax bunlara baxmalısan. Sonra yoldaşlar Axundzadədən Aldamı Kəvakibdir, sonra Hekayət Müsyordandır. Bax bunlara mütləq sən baxmalısan, suallar çıxacaq. Aşıq Ələsgərin Dağlar qoşması, birdən ikinin fərqi, otur bunların video izahına bax. Seyid Əzim Şirvanın Qafqaz müsəlmanların xitab əsəridir. Bax mütləq buna baxacaqsan. Sonra xırda əsərlər var bizdə. Demək Nuraddindir, Bombadır, sonra Talvardır, sonra Keçənin son gecəsidir, Zəhərdir. Bax bunlardan mütləq sonra Sabir Əhmədin Dərs hekayəsidir. Bunlardan mütləq düşəcək. Sonra Türkün nəğməsidir Məhəmməd Hadi. Bax xırda əsərlərdən də bəzən düşür qarşımıza çıxır suallar. Bunlara diqqətli ol. Sonra Müsbət Fəxrəddin sənin sualın var. Cəlil Məmmədquluzadanın Anamın kitabı Qurbanəli bəy. İri əsərlərdir. Mütləq video izahlarına oturub bax. Əgər oxumağa vaxtın çatmırsa, Hüseyn Cavcının Anadır, İblisdir, Qızılgül olmayır poemasıdır. Sonra Səsli qızdır Əhməd Cavad. Bunlara baxmalısan. Sonra İsmail Şıxdan Dəli Kürə baxacaqsan. İsmail Şıxda Dəli Kürdən başqa sən baxacaqsan Namər Gülləsinə. Sonra Mirzəli Paşayevin Vətən Yaraları əsəri, bax ötən ildə həmin demək mövzudan sual düşmüşdü. Vətən yaralarına bax. Eyni zamanda sən bundan başqa nəyə baxmalısan? Vətən yaralarını dedik. Sonra dünya ədəbiyyatından baxacaqsan. Qoca və Dənizdir. Bax mütləq bu əsərlərdən düşə bilər. Sonra Manqurtdur, Çingiz Aytmatovun demək Gün var əsərə bərabər romanıdır. Yəni bu mövzulardan, bu qeyd etdiyim mövzular yoldaşlar qaçınılmaz mövzulardır ki, həmin mövzulardan bax sənin suallar təqib edəcəm. Ədəbiyyat fənni üzrə mövzuları sizə dedim, Azərbaycan fənni üzrə mövzuları sizə dedim. Bu mövzuları mütləq oturun video izahlarına baxın. Çünki ona görə video izah baxmalısın ki, yoldaşlar, bəzən sən oxuyanın tuta bilmədiyini müəllim izah edəndə belə deyək də rahat şəkildə onu izah edib və qeyd edib. Baxın yoldaşlar, mövzuları qeyd etdim və 10-15 gün ərzində bu mövzuları mütləq günlərini böl. Hər gün Azərbaycan fənni üzrə 2 mövzu, ədəbiyyat fənni üzrə 2 mövzunu götürüb təkrarlayırsan, video izahına baxırsan və rahat şəkildə demək blok imtahanı gedirsin. Bu başdan hər birinizə uğurlar arzu edirəm. Mən də kifayət qədər belə deyək də maarifləndirici video izahlar çəkib paylaşacağım sizlər üçün. Eyni zamanda mövzu izahlarda çalışacağım ki, blok imtahana qədər çəkim paylaşım sizlər bərabər olun. Hər birinizə uğurlar arzu edirəm. İnanın ki, imtahan ilə çətin olmayacaq, rahat olacaq və belə deyək, oxuyan normal orta səviyyədə oxuyan insan, orta səviyyədə oxuyan şagird üzaq imtahandan çıxacaq. Uğurlar olsun. Növbəti video izahda mən Elnur müəllim sizlərlə görüşəcəyəm. Təşəkkür edirəm.